3 ildən sonra yenidən YouTube üçün video çəkmək mənim üçün çox maraqlıdır və eyni zamanda həyəcanlıdır. Mən Peyker İbrahimova, artıq 4 ilə yaxındır karyera məsləhətçiliyi, şəxsi inkişaf üzrə mentor və eyni zamanda təlimçi olaraq fəaliyyət göstərirəm. Daha çox Instagramda, blog hesabımda bu müddət ərzində qadınların sırf inkişafı, müxtəlif yaş kateqoriyasına olan qadınların inkişafı üçün proqramlar, vebinarlar, maraqlı təlimlər keçirəm və faydalı məlumatlar bölüşürəm. İstədim ki, bu prosesi hər kəs üçün individual eləyə bilməsəm də, YouTube-a yenidən qayıdaraq məlumatlandırma xarakterli olaraq bölüşüm. Bəzi məsələləri hər kəs üçün aydınlaşdırım. Birinci, öz təcrübəmdən irəli gələrək, yəni özümün yaşadığım məsələlər, daha sonra isə aldığım təhsil və təcrübəyə əsasən olan bütün məlumatlar bölüşmək istəyirəm. Baxın, bugünkü mövzumuz sizinlə iş axtaranlar və işçi axtaranlar arasında olan fərq, onların arasında yaşanan detallı məlumatlardır. Necə? Məsələn, mən indiyənə kimi 24 yaşım var və bu yaşıma qədər fərqli sahələrdə çalışmışam. İstər turizm sahəsi olsun, istər inşaat sahəsi olsun, istər təhsil sahəsi olsun və s. və ilaxır. Yəni, fərqli sahələrdə təcrübəm olub. Həm könüllü fəaliyyəti deyə bilərik buna, həm təcrübə proqramı deyə bilərik, həm real iş prosesi deyə bilərik və fərqli mühitlərdə, fərqli bu havalarda olduğum üçün həmin dövrlərdə hərəsindən biraz fərqli şeylər öyrənmişəm və karyera məsləhətçiliyinin təlimini, kursunu bitirdikdən sonra isə məndə oturuşmuş bəzi fikirlər yarandı ki, deməli əslində hər sahə fərqli olsa da axtardıqları şeylər ortaqdır. İşçilərin də axtardığı şeylər ortaqdır. İşə götürənlərin də axtardığı şeylər ortaqdır. Nələrdir bunlar? Deyirəm ki, birinci növbədə iş axtaran gənclərin yaşadığı çətinliklərdən danışım ki, onlar iş axtaran zaman hansı çətinliklərlə rastlaşırlar və əslində nə etməlidirlər ki, o çətinlik aradan qalxsın, bunlar haqqında danışmaq istəyirəm. Mən tələbə olanda daha doğrusu bir çox yerlərə müraciət etmək istəyirdim. Amma baxırdım ki, onların verdikləri tələblərlə məndə olan bilik, bacarıq və səriştələr üst-üstə düşmür. Yəni, misal üçün deyirəm, adamın axtardığı bilik, bacarıq içərisində AutoCAD varsa və yaxud 3D Max varsa, məndə məsələn 3D Max yoxdur, SolidWorks var. Tutaq ki, deyirəm. SolidWorks varsa, mən böyük ehtimal ki, vakansiya uyğun olmayacaq. Amma biz işçilər, yəni iş axtaranlar, belə deyim, proses zamanı qarşı tərəfi günahlandırır ki, niyə işə götürmürlər, niyə CV-yə baxmırlar, niyə CV-mizi məsələn geri dönüş gəlmir. Səbəblər çoxdur. Yəni ona görə birinci növbədə biz baxmalıyıq, biz necə bir iş axtarırıq. İkinci növbədə baxmalıyıq, əmək bazarı bizdən nə tələb eləyir və bizdə olan bilik, bacarıq, təcrübə ilə axtarılan işçidə olan bilik, bacarıq, təcrübələr üst-üstə düşmür. Bura çox önəmlidir. Təcrübə, bacarıq çox önəmlidir. Okey, biliyi qoyaq biraz kənara. Məsələn, ola bilər ki, hansısa bir sahədə bilik o qədər çox rol oynamaya bilməz. Təcrübə orada daha çox rol oynayır. Yəni, praktika daha çox önəmlidir. Bəli, burada haralardasa bir yerlərdə güzəştə getmək olur. Çünki praktika varsa, sən bir şeyin nəzəriyyəsini bilməsən belə, o şeyin praktikası səndə varsa, zamanla sən nəzəriyyə ilə uyğunlaşa bilirsən. Amma sadəcə nəzəriyyə və praktika yoxsa, bu da bir yerlərdə hardasa çətinlik yarada bilər, amma üst-üstə düşə bilər, yəni düzələ bilər. Ona görə qısaldıb bir formatda danışmaq istəyirəm ki, əgər sən iş axtarırsansa, CV-nə okey gəlmirsə, CV-nə reject gəlirsə və sən istədiyin işi tapa bilmirsənsə, məsələ burada sənin baxmalı olduğun bilik, bacarıq, səriştəndir. İkinci bir məsələ sənin axtardığın işin əmək bazarında olan aktuallığıdır. Yəni, əgər əmək bazarı çörəkçi axtarmırsa, ehtiyac yoxdursa çörək bişirənə, sən amma çörək bişirmə bacarığın varsa və sən onun üçün müraciət edirsənsə, sənə okey gəlməyəcək. Ya da elə bir şəkildə eləməlisən ki, həmin bazarda tələb yaratmalısan. Yəni, çörəyə ehtiyac yaratmalısan. Sənin axtardığın o bazarda bir ehtiyac yaranmalıdır ki, sənin müraciət eləməyin orayla üst-üstə düşsün. Bu məsələlərə diqqət eləmək lazımdır. Digər bir məsələ rəqabət məsələsidir. Yəni, sənin axtardığın
müraciət etmək istədiyin vakansiya və yaxud çalışmaq istədiyin sahədə rəqabət necədir? Rəqabətlilik mühiti varmı? Yoxsa heç ehtiyac olunmurmu? Yəni çox da elə müraciət etsən belə sənə geri dönüşü yaxşı gəlməyə bilər. Bu məsələlərə mütləq şəkildə diqqət etmək lazımdır. Əgər sənin CV-ndə, sənin bilik bacarıqlarında ola bilər ki, həmin səriştələr, həmin səndə olan tələblər orayla üst-üstə düşməsin. Sən özünü necə inkişaf elətdirə bilərsən? Tutaq ki, sən əgər dizayner olaraq fəaliyyət göstərmək istəyirsənsə, misal olaraq deyirəm, sənin axtardığın vakansiyada lazım 3D Max, AutoCAD, tutaq ki, deyirəm və digər Photoshop və s. digər bilik bacarıqlar. Sən özünü inkişaf elətdirərək, AutoCAD öyrənərək, SolidWorks öyrənərək, misal üçün deyirəm, və yaxud 3D Max öyrənərək o tələblərə cavab verə bilərsən. Dil tələb eləyirlərsə, o dili özündə inkişaf elətdirərək o tələblərə cavab verə bilərsən. Və bu zamanda həqiqətən geri dönüşlər müsbət şəkildə ola bilir. Ümumiyyətlə, söhbət təkcə işə qəbul olmaqdan və yaxud hər hansı bir məqsədə çatmaqdan getmir. Söhbət həqiqətən sənin özünün nə istəməyindən bağlıdır. Birinci növbədə sən özünə bu sualı verməlisən ki, mən nə istəyirəm və nəyi niyə istəyirəm? Bu iki sual sənin tək bu həyatını yox, eyni zamanda növbəti qarşında olan həyatını 5 il sonra, 10 il sonra təyin edən ən əsas sualdır. Mən nə istəyirəm və mən nəyi niyə istəyirəm? Bəzən məndə də olur bu şeylər ki, nəyi nə üçün istədiyimi, nəyi niyə istədiyimi bilmirəm və nə istədiyimi də bilmirəm. Müəyyən həyatımızın sahələri var, düzdür? Yəni biz hər bir şeydə daha detallı ola bilmirik, hər şeydə daha konkret ola bilmirik. Bizim də qərarsız qaldığımız, mənim də qərarsız qaldığım məsələlər olur. Sadəcə bunu aydınlaşdırmaq üçün, bunu müəyyən eləmək üçün biz mütləq şəkildə nə istədiyimizi və nəyi niyə istədiyimizi yaxşı bilməliyik. Son olaraq keçmək istəyirəm işçi axtaranların əslində gözləntilərinə. Ümumiyyətlə, bir CV-yə baxmaq və o CV-də mən baxıram ki, 5 tələb qoymuşam və 5 tələbin 5-nə də bu şəxs cavabdehdir, bu şəxs okeydir, işə götürmək əla, işə götürə bilərəm demək deyil. Siz o vakansiyaya baxsaz və görsəz ki, bəli, bu şəxsin bütün bilik bacarıqları tələblərə uyğundur, bu şəxsi müsahibəyə götürən zaman baxmaq lazımdır. Məqsəd yönlü olub olmamağına, soft skills, yumşaq bacarıqlarının olub-olmamağına, stresi davamlı olub-olmamağına, enerjisinin yerində olub-olmamağına. Çünki bəzən bizim üçün belə şeylər mücərrəd varlıq kimi görünsə də, məsələn, ünsiyyət bacarıqlarını biz mücərrəd bir bacarıq kimi görürük. AutoCAD-ı öyrənmə bacarığı, AutoCAD bacarığı deyil ki, deyəsən ki, tutaq ki, əlinə bir dənə sənəd verəcək, planlama verəcək və yaxud hansısa bir render verəcək. İndi bu sahə üzrə, sırf dizayn sahəsi üzrə gedirəm, onu danışmaq istəyirəm. Yəni, bunu verəcək, bu demək deyil ki, okey, gördüm, bildim, var. Bəzən elə bacarıqlar var ki, bu soft skillslər, biz onları mücərrəd olaraq görə bilirik. Əllə tutula bir şey deyil, yaza biləcəyimiz bir şey deyil, şəklini çəkə biləcəyimiz bir şey deyil. Biz yalnız bunu görə bilirik, biz bunu yalnız proses zamanında müşahidə edə bilirik. Baxmaq lazımdır, bu şəxsin soft skillsləri nə yerdədir? Bu şəxs tənqidi təfəkkür bacarığı varmı? Bu şəxsin emosional zəka bacarığı varmı? Komandada işləyə bilirmi? Ünsiyyət bacarığı varmı? Liderlik bacarığı varmı? Yəni hamısına biz detallı şəkildə mühit yaratmalıyıq, şərait yaratmalıyıq ki, o şəxslər bu bacarıqlarını göstərə bilsinlər. Niyə? Çünki bəzən ola bilər ki, vakansiyanın tələblərinə uyğun olan bilik bacarıqlar okey olur, amma bu işi yerinə yetirməklə bağlı, axı biz eyni zamanda həm də komandada bir yerdə çalışırıq. Bu komandada irəli getmək üçün lazım olan bacarıqlar, o soft skillslər yoxdur deyə, prosesdə ləngimə ola bilər, düzgün ünsiyyət bacarığı yoxdur deyə, komandada yaxşı şəkildə işləyə bilmir deyə, biri digərinin işinə mane ola bilər, bir digər işini ləngidə bilər. Bu kimi məsələlər var. Ona görə mütləq şəkildə işə götürənlər də baxmalıdır həmin şəxsin həm şəxsi keyfiyyətlərinə, həm uyğunluğuna, həm də soft skills bacarıqlarının olub-olmamağına. Maaş məsələsi də ki, artıq araşdırmadan asılıdır. Hər iki tərəf əmək bazarını doğru şəkildə araşdırmalıdır ki, baxa bilsin
nəyin qiyməti nə qədərdir, hansı işin məvacibi nə qədər olur ki, heç kəsin haqqına girməsin. Təşəkkür edirəm. İnanıram ki, bu video hər kəs üçün faydalı olacaq. Fikirlərinizi bölüşməyi unutmayın. Hər hansı bir sualınız olarsa, komment bölməsinə yaza bilərsiniz. Təşəkkürlər.